Salam əziz şagirdlər, mən Əliyeva Əminə. Bugün sizə 4-cü siniflər üçün monitorinq tipli testin izahını verirəm. Gəlin birinci suala baxaq. Ədad haqqında hansı fikir doğrudur? Doğru cavabımız B variantında yazılıb. Ədadlar cümlədə sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsidir. Keçək ikinci suala. Hansı cümlədə ədad işlənmişdir? Biz bilirik ki, ədadlar köməkçi nitq hissəsi olduğu üçün heç bir suala cavab verə bilməz, cümlə üzvü ola bilməz. Ona görə də doğru cavab C variantıdır. Lap yaxşı. Mən də səninlə gələrəm. Burada qüvvətlendirici ədaddan istifadə olunub və cümlənin mənasını daha qüvvətli bizə çatdırmaq üçün yazılıb. Keçək növbəti suala, üçüncü suala. Daha, ən, lap, olduqca ədadları məna növünə görə hansı qrupa aiddir? Məna növünə görə bunlar qüvvətləndirici ədadlar qrupuna aiddir və cümlədə işlənərkən fikri bizə daha qüvvətli formada çatdırır. Dördüncü suala baxsaq, ədadların məna növlərlə bağlı uyğunluğu müəyyən etməliyik. Sual ədadlarını tapırıq. Adətən sual verilərkən istifadə olunur və birincinin cavabı sual ədadları B variantıdır. Bəyəm, məyər, yəni sual cümlələrində bu ədadlardan istifadə olunur. Arzu ədadları isə kaş, təki, barı sözləridir. Dəqiqləşdirici ədadlar isə məhz, əsildir və bunları fikrimizi daha yaxşı ifadə edərkən istifadə edirik. Keçirik 5-ci suala. Mübaliğə haqqında hansı fikir doğrudur? Mübaliğə adətən şişirtmə mənasını verir və C variantında olduğu kimi əşya və ya hadisənin şişirdilərək olduğundan daha artıq təqdim edilməsidir. Növbəti suala keçirik. 6-cı sual. Hansı cümlədə mübaliğə işlənmişdir? İndi öyrəndiyimiz bu mübaliğə qaydasını burada tətbiq edək. 6-cı sualın cavabı B variantıdır. Koroğlu nərə çəkəndə dağlar, daşlar lərzəyə gəldi. Burada şişirdilmişdir. Yəni həqiqi mənası yoxdur. Çünki kimsə nərə çəksə dağlar, daşlar lərzəyə gələ bilməz. Olduğundan daha böyük bir formada bu cümləni bizə çatdırır. Amma digər cümlələrə baxsaq ki, balaca uşaq anasının arxasınca qaçırdı. Burada heç bir şişirdilmiş məna yoxdur. C variantında isə külək dənizin sularını sahilə vururdu. Bu da sadə bir həqiqi formada olan bir cümlədir və həqiqətən də dəniz öz sularını sahilə vurur. Yəni heç bir şişirdilmədən söhbət gedə bilməz. D variantında şagirdlərin imtahana çox ciddi hazırlaşırdılar. Bəli, bu da tam bir həqiqi mənada şagirdlərin imtahana hazırlaşması haqqında cümlədir. Keçək 7-ci suala. Modal sözlər haqqında hansı fikir doğrudur? Biz modal sözlərin qaydasını keçmişik və qaydada da tərifləri verilir. Eyni ilə sizin də bütün nitq hissələrinin təriflərini öyrənməyinizi xahiş edirəm. Əgər yaxşı öyrənsəz, onların suallarına da cavab rahat verə bilərsiniz. Modal sözlər danışanın ifadə etdiyi fikrə münasibət bildirir. Keçək 8-ci suala. Və bu sualımızda təxmin və şübhə bildirən modal sözlər var. Təxmin və şübhə bildirənlər, deməli bizim doğru cavabımız B variantıdır. 1-ə C uyğundur. Bəlkə, ehtimal ki, çünki biz bir fikir söyləyəndə əgər dəqiqlik yoxdursa, tam aydın bir cavab yoxdursa, hər zaman bəlkə, ehtimal ki, modal sözlərindən istifadə edirik. Çünki konkret bir məna ifadə etmir fikrimiz. Amma bir şey haqqında dəqiq biləndə, biz ona yəqinlik gətirəndə və əmin olanda, adətən əlbəttə, şübhəsiz, yəni bu tip modal sözlərdən istifadə edirik. Bənzətmə bildirənlər isə sanki, elə bil ki, yəni bir hadisəni nəyisə bənzədəndə və yaxud da bir insanı bir insana bənzədəndə bu sözlərdən istifadə edirik. Bənzətmə məzmunlu modal sözlərdir.
Keçirik 9-a. Məntiqi ardıcıllığı tamamlayaq. Nəhayət, əvvəla, qərəz. Bunlar modal sözün mənasıdır. Nəticə və ümumiləşmə bildirən modal sözlərdir və məntiqi ardıcılığa uyğun olaraq B variantını yazmalıyıq. Deməli sözünü. Yəni bunlar hamısı hər hansısa bir fikrimizi sonlandırarkən və yaxud da ümumiləşdirərkən bu sözlərdən istifadə edirik. 10-cu sual. Hansı cümlədə modal söz işlənib? Olmalıdır. Yəni ki, burada yazılış səhvi var. Burada da doğru cavab doğrudan bugün hava çox gözəldir ifadəsidir. Digərlərində modal söz yoxdur. 11-ə baxırıq. Hansı bənddəki modal söz təxmin və şübhə bildirir? Modal sözlərin məna növlərini əgər yaxşı əzbərləsək, bu sualı da rahatlıqla cavab taparıq. Bu sualın cavabı da B variantıdır. Bəlkədir. Dediyim kimi, əgər bir ifadə haqqında, bir fikir haqqında dəqiq söz söyləyə bilmiriksə, əminliyimiz yoxdursa, adətən güman və şübhə bildirən modal sözlərdən istifadə edirik. Onlardan da biri də bəlkədir.